فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. بسم الله الحمد لله الصلاة والسلام على رسول الله أما بعد. Aləmlər Rəbb olan Allah, həm də sonun sonucu Peyğəmbəri Muhammed s.ə.və onun ailəsinə, sahabələrinə və qiyamət gününəcən onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. İlk öncə nəyi bilməliyik? Nə üçün yarandığımızı? Şeyx İbn Hüseymin Rəhməhullahdan soruşurlar, sual verirlər. Mə hiyə qayətun min xalqil bəşər? İnsanların və bəşəriyyətin yaradılmasında məqsəd nədir? Allah Subhanahu bizi nə üçün yaradıb? Yaradılma məqsədi nədir? Şeyx buyurur ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin, və usalli və usallim alə nəbiyyina Muhammed və alə əlihi və ashabihi əcməin, əmmə ba'd. Mərhəmətli və rəhimli Allahın adıyla həmd aləmlərin Rəbbinədir. Muhammed sallallahu aleyhi və səlləmə Allahın salamı və salatı olsun ona, onun ailəsinə və sahabələrinə. Və sonra, Şeyx buyurur ki, فَإِنَّهُ قَبْلَ أَنْ أُجِيبْ عَلَى هَذَا السُّالِ Bu suala cavab verməmişdən öncə deyir, istəyirəm ki, deyir, mühüm olan və umumi olan bir qaydanı sizin nəzərinizə çatdırın. Allah Subhanahu necə yaradır, niyə yaradır və nəyə əmr edir və niyə əmr edir insanlara, niyə görə əmrlər verir. Və deyir ki, mənim bu deyəcəyim qayda Allahın bu ayəsindən götürülür. Təhrim surəsinin 2-ci ayəsində Allah Subhanahu deyir ki, وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ Allah biləndir və hikmətlidir. Şeyx burada demək istəyir ki, Allah insanı yaradır və nəyi əmr edir və niyə əmr edir? Allah hər şeyi bilir. Və verdiyi əmrlərində də Allahın böyük hikmətləri var. İnsanlar bilməsələr belə. Çünki Allah Subhanahu biləndir və bildiyin də hikmətlə edəndir. Və Əhzab surəsinin 1-ci ayəsində də deyir ki, İnnallaha kana aliman hakima. Şübhəsiz ki, Allah həm bilən, həm də hikmətlidir. Və bu kimi ayətlər Allah Subhanahu taalanın hikmətli olmasını isbat edən ayələr bu barədə çoxdur. Allah Subhanahu taala nə üçün yaradır və əmrləri niyə verir? Qovni və şər'i əhkamlarında, yəni insanın yaranmasında, ölməsində, neçə yaş olmasında, boynun nə boyda olmasında və yaxud da hansı əməlləri etməsini, əmr etməsində Allah Subhanahu taala həm bilir, nəyi əmr edir, həm də hikmətlidir. Fəinnehu mə min şeyin yaxluquhu Allahu azza və cəllə illə və ləhu hikmə. Allah Subhanahu taalanın yaratdığı elə bir şey yoxdur ki, onun içərisində hikmət olmasın. Hər bir şey hikmətə uyğundur. Hər bir şey hikmətə uyğundur. Və səvən kənə zəlikə fi icadihi əv i'damihi. İstər bu şey nəyinsə olmasında, nəyinsə baş verməsində, yaxud nəyinsə olmamasında olsun. Məsəl üçün, insanın 4 dənə gözü yoxdur. Deməli, bunda olmamasında Allahın böyük hikmətləri var. Bir burnu var, 2 qulağı var. Bunların olmasında da Allahın böyük hikməti var. Və digər bütün hər bir şeydə. 2 dənə günəş yoxdur, məsəl üçün, bizim gördüyümüz. Bunun olmamasında Allahın böyük hikmətləri var. Yəni, neyinsə olmasında da Allahın hikmətləri var və neyin olmamasında da. Yəni, əgər bir şey yoxdursa, onda da böyük hikmətlər var. Allah Subhanahu o şeydə böyük hikmətləri var ki, o yoxdur. Aydın burasan, başa düşülür. وَمَا مِنْ شَيْءٍ يُشْرِعُهُ اللّٰهُ سُبْحَانَهُ وَتَعَالَى إِلَّا لِحِكْمَةٍ Və Allah Subhanahu əmr etdiyi hər bir şeydə hikmətə uyğundur. İstər vacib etdiyi olsun, istər qadağan etdiyi olsun, istər icazəli etdiyi olsun. Şəriətdə görürsən ki, bəzi şeylər onu eləməyin vacibdir, fərzdir. Məsəl üçün, 5 vaxt namazın qılınması. İslamın 5 şərti. Bunlar vacibdir. Hər kəsə ilk öncə müsəlman olması üçün La ilahe illallah Muhammedur Rasulullah deməsi xalis qəlbdən, ixlasla bu birinci şərtdir. Və bu olmalıdır. Bunsuz İslam yoxdur və müsəlmançılıq yoxdur. Ondan sonra gələn 4 dənə şərt vacibdir, yəni fərzdir. Bunlar olunmalıdır. Müsəlman olunması üçün, əsl layiqincə müsəlman olunması üçün 5 dənə İslamın şərti var. Allah Subhanahu bunları vacib edir. 5 vaxt namaz, Ramazan ayında oruc, malı olana miqdarı çatanda və üstündən ili keçəndə zəkat və bacarana hac. Deməli, Allah Subhanahu taalanın böyük hikmətləri var, neyi vacib eləyib və böyük hikmətləri var, neyi ki qadağan eləyib, haramlarında da. Neyi haram eləyibsə, ona sözsüz, sualsız, şübhəsiz, şəksiz tabi olmalısan ki, bu haramdır. Niyə, nə üçün, nə üçün? Şəklə, şübhə ilə bunlara yanaşmaq olmaz. Amma elm almaq üçün, elmdə, yəni, görəsən nə üçün Allah Subhanahu böyük hikmətləri var, iman edim. Görəsən donuz əti niyə haram olub?
Əgər hikmətləri bizə bəllidirsə, bəllidir, əlhamdülillah. Bəlli deyilsə, eşitdik və iman elədik. Bizə bu bəs eləyər. Çünki Allah Subhanahu əmridir. Bitdi. Və qiyamət günü sən iman edib eləməməyindən soruşulasan. Allah Subhanahu heç kim səni çağırıb deməyəcək ki, arağın haram olmasından hikmət nə idi, bilirdin? Bunu səndən heç kim soruşmayacaq. Səndən soruşulacaq ki, halalı halal, haramı haram kimi qəbul eləmişdin, eləməmişdin. Aydındır? Bu soruşulacaq. Yox, sonra əgər hansısa bir tibbi cəhətdən inkişaf getdikcə, mikroskoplar çıxdıqca insana hikmətləri bəlli olursa, əlhamdülillah. Onsuz da biz buna iman eləmişdik, imanımızın üzərinə lap yəqin də gəldi. Necə ki, itin ağzının suyun dərsi keçəndə yabıza gəlirsə. Dedik ki, onsuz biz buna iman eləmişik. Lakin bəzi alimlər bu hədisin qarşısında aciz qalmışdılar ki, nəyə görə itin ağız suyu bu şiddətliyində qəliz dərəcədə nəcisdir? Çünki ondan daha qəliz olan, görünən nəcislər var ki, insan nəcisi kimi və digər nəcislər kimi onların üzərində bu qədər şiddətli durulmayıb. Heç bir yerdə gəlməyib ki, əgər insan hansısa bir yerə nəcisi düşərsə, onu 7 dəfə su ilə bir dəfə də torpaqla yumansan. Belə bir şey yoxdur. Lakin itin ağız suyu, heç orada mikrob görükmür belə, heç nə görükmür. Yalayıb, sır gedir, quruyub, heç nə yoxdur. Lakin Allah Subhanahu orada böyük hikmətləri var. Necə ki, keçən dərsimizdə keçdik, böyük hikmətləri var. Yeni kəşflər olunduqca, tibb inkişaf elədikcə artıq yeni bəhslər, axtarışlar üzə çıxartdı ki, itin ağzında elə bir xəstəliklər, murdar xəstəliklər, murdar mikroblar var ki, onu su öz başına təklikdə yuyulması ilə onu itirə bilmir. Heç bir kimyəvi maddə onu itirə bilmir. Yalnız torpaqla suyun qatışığı olarsa, o zaman həmin mikroblar ölür və xəstəliklər aradan qalxır. Heç bir mikroskopun olmadığı bir vaxtda, biz əlhəmdə buna iman eləmişdik, hamısını deyibsə bitdi. Səhranın ortasında 1430 il bundan qabaq bunu xəbər verən insan ola bilməz. Bu Allah tərəfindən endirilmiş vəhy olmalıdır. Bitdi. Başqa bir şey ola bilməz. Buna sən yəqinlə iman edirsən. Və bizdən öncəki bu mikroskoplar çıxmayan vaxtlarda alimlər belə eləmişdilər. Hikməti bilmirdilər ki, nədir? Deyirdilər ki, biz buna eşitdik və iman edirik. Səhih hədisdir. Allah Rasulü deyib, çünki Muhammed sallallahu əleyhi və səlləm imanın şərtlərindən odur ki, sən onun dediyinə, gətirdiyinə, sözlərinə, elədiklərdən şəksiz, şübhəsiz, sorğusuz, sualsız iman edəcəksən. O alimlər onu orada iman eləmişdir. Biz də iman eləmişik. Lakin sonra kəşflər gəlir, nə bilim, yeni araşdırmalar üzə çıxardır ki, belə bir şeylər var imiş. Biz onsuz onlara deyirik ki, biz sizin bu araşdırmalara ehtiyacımız da yox idi onsuz. Çünki biz Allah Rasulun sizdən və bütün dünyada olanlardan daha çox hamısından əvvəl təsdiqləmişik. İlk öncə Allaha, sonra da ona Rasul olduğuna şəhadət gətirməyimizlə. Bizə bəs edər bu. La ilahə illallah Muhammedur Rasulullah deməyimiz əlhəmlə kifayət edər. Onun gətirdiyi hər bir dediyi sözün təsdiq eləməyimizə. Lakin əlhəmdülillah, hansısa hikmət üzə çıxırsa, əlhəmdülillah, çox gözəl. Necə ki, həmçinin milçəyin bir qaba düşdüyü zaman, istər içməli su olsun, istər yemək olsun, hədis gəlir ki, Muhammed s.ə.v deyir ki, əgər milçək sizdən birinizin qabına düşərsə, o milçəyi bütünlükdə batırsın, sonra atsın qırağa. Sonra götürüb atsın. Muhammed s.ə.v xəbər vermiş ki, bir qanadında xəstəlik və digərində isə şəfa var. Və insan bilmir ki, milçək ora hansı qanadı üstündə düşür. Hansı qanadı üstündə düşür. Onun üçün birində xəstəlik olur, birində də o xəstəliyə qarşı onu öldürəcək maddə olur. Muhammed s.ə.v bizə əmr edib ki, o milçəyi bas tam ora. Oradan da çıxsın, buradan da çıxsın və bir-birini öldürsün. Çünki sən bilmirsən ki, hansı qanadı üstə düşür. Yeni elm gəlib kəşf edir ki, milçək hansısa bir qaba düşəndə zərərli qanadı üzərində düşür. Bir qanadı üstündə düşür və zərərli qanadı üzərində düşür. Sən oradan o qaşıqla milçəyi götürüb atsan belə mikrob ora yayılır. Onun orada öldürülməsi üçün, mikrobların, xəstəliklərin yayılmaması üçün milçəyin ikinci qanadında batırılması və onun özünü öldürməsi lazımdır, məhv eləməsi lazımdır. Yoxsa əmələ gəlmir. Allahu Ekber. Buradan görünür ki, bu nöqsansız olan, hər şeydən xəbərdar olan, hikmətli olan, alim olan, qeybi bilən, aşkarı bilən Allah tərəfindən endirilmiş bir şəriət. Başqa bir şey ola bilməz. Allahu Ekber. Şeyx də burada bunu deyir. Və ola bilsin ki, deyir, şeyx buyurur ki, hər hansı bir əmr, bizə verilmiş əmrlər, qoyulmuş qadağalar, icazəli şeylər, ondan ola bilsin ki, hikmət bizə bəlli olsun, ola bilsin ki, hikməti bizə bəlli olmasın. Çünki elə ibadətlər var ki, onlardan insanın düşündüyü
kimi deyil. İnsan məsəl üçün vaxt dəstəmaz alması və əgər birindən soruşlar ki, dəstəmaz nə üçündür? Deyəcək, təmizlik üçün. Yəni, əli qolu təmizləyirsən ki, Allahın qabağına gözəl şəkildə gedəsən. Lakin dəstəmazdan məqsəd təmizlik deyil. Bu ibadətdir. İbadətdir. Məsəl üçün, bir insan girdi dəstəmazxanaya, dəstəmazı aldı. Dəstəmazxananın əlindən suları damcılaya, qapısından ayağın çölə qoyanda bədənindən qaz çıxsa, nə etməlidir? Yenidən qayıdıb dəstəmaz almalıdır. Əgər bu təmizlik üçün idisə, axı bunun su elədə damcılıyır, heç qurumayıb əli. Sən yenidən onları yumalsan. Düzdür? Deməli, buradan çıxır ki, bu ibadətdir. İbadətdir, təabbudidir, təmizlik üçün deyil. Mənəvi və yaxud da bizim bilmədiyimiz bir hikmətlər üçündür. Dəstəmazın alınması. Axı, sənə heç nə olmadı, əl və üzvə heç nə olmadı. İnsanın bədənindən təbii halda qaz çıxdı. Lakin əlləri təptəmiz indi yumuşdu. Bundan biz hikməti bilmirik nə üçündür. Lakin yenə də iman eləmişik, əmənlə, eşitdik və iman elədik, yenidən qadirsən, dəstəmazı təzdən alırsan. Və ola bilsin ki, bəzi şeylərin hikmətləri bəzi insanlara aydın olsun, bəlli olsun. Onlar da kimlərdir? Alimlərdir. Onlar da kimlərdir? Alimlərdir. Ola bilsin ki, hansısa bir məsələdir və insan oxuyur hansısa hədisi, lakin birbaşa başa düşə bilmir. Lakin alimlərin izahından sonra görürsən ki, həqiqətən də insan özü hansı bir müddətcə, həyatı boyunca bəlkə o alimin həmin hədisə izahını oxumasaydı, heç vaxt elə başa düşə bilməyəcəkdi. Heç vaxt elə başa düşə bilməyəcəkdi. Yaxud da o hədisdə olan bəzi hikmətləri oradan o şəkildə çıxarda bilməyəcəkdi. Məsəl üçün, İbn Teymiyyə rahmehullah, Allah ona rəhmət eləsin, bir hədisə izah verir. Və o hədisi mən indi deyirəm. Və oradan baxaq, bizim ağlımıza ilk öncə gələn nə olacaq və İbn Teymiyyə, Allah ona rəhmət eləsin, hədisdən çıxartdığı fayda görünədir. Allahu Ekber. Hədisdə belə gəlir, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, sizdən biriniz ayaq yoluna getdiyiniz zaman nə üzünüzü, nə də arxanızı qibləyə çevirməyin. Nə üzü bu tərəfə durmayın, ayaq yoluna çıxanda, nə də arxozu bu tərəfə çevirməyin. Ya üzünüzü gün tutana çevirin, ya da gün batana. Yəni, ya bu şəkildə dur, ya da nəsib kimi üzü bu tərəfə dur. Amma bu tərəfə və bu tərəfə oturma. Bundan bizim başa düşümüz odur ki, yəni, ya sidyə, yaxud da ağır ayaq yoluna gedəndə qiblə tərəfə çevrilmək olmaz. Ya üzü boyunca tutmalsan, ya üzü boyunca tutmalsan. Başqa hansısa hikmət insanın ağlına gəlir buradan, başqa kimlə çıxarda bilər bu hədisə? Kimlə qeyd edə bilər? İbn Teymiyyə rahmehullah bu hədisdən nə fayda çıxardıq, əxilər? Qiblənin məsafəsini çıxardıq. İnsan bunu düşünə bilmir elə də, birbaşa. Qiblənin haradan hara olması, qiblə haradır? Bu hədisdə o var. Qiblə harada o var. Allahu Ekber. Hədisdən İbn Teymiyyə rahmehullah deyir ki, gün çıxanla gün batanın bütöv arası qiblədir. Çünki Muhammed sallallahu demədi ki, üzünüzü atsa döndərin. Dedi ya, gün çıxana tutun, ya da gün batana. Aydındır? İbn Teymiyyə rahmehullahın fikrinə bax, elminə bax. Və İmam Əhməd deyir ki, bu barədə, bu hədisdən, məşriqlə məğrib arası hamısı qiblədir. Məşriqlə məğrib arası hamısı qiblədir. Lakin ən yaxşısı odur ki, ortalama tutasan. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bizə üzümüzü qibləyə tərəf tutmağa əmr edib. Görməyənlər üçün tərəf, cəhətə deyib. Cəhət. Mümkün də. İbn Teymiyyə rahmehullah o hədisdən ayaq yoluna gedəndə üzünüzü ora tutmayın, bura tutundan və bunu çıxardır. Aydındır bu fayda axilər. Başa şurdu bir qiblə məsələsi. Məsəl üçün görsən biri girir bizim məçimizə deyir ki, bir sandı bu tərəfədir, 5 sandı bu tərəfə, biri kompas gətirir, biri... Qardaş, cəhətə tut, tərəfə tut. Şey qutardı. Və bu hədisdən hikməti bu dərəcədə, bu şiddətliyində hansımız oturub çıxarda bilərdi? Bəzi hədislərdən, bəzi hikmətləri ancaq alimlər çıxarda bilər. Və şeyx də deyir ki, elə hikmətlər var ki, elə şeylərdən hikmətlər var ki, ondan hikmətləri bəziləri bilinir, bəzilərinin hikmətləri bilinmir, bəzi hikmətləri isə bəzi insanlar bilir. Bəzi ibadətlərdən, bəzi hikmətləri bəzi insanlar bilir. Bu da deyir Allah subhanahu wa ta'alanın həmin insanlara verdiyi elm və başa düşmək qabiliyyətindən asılıdır. Ola bilsin ki, bəzi insanlarda elm var, amma başa düşmək qabiliyyəti yoxdur. İbn Teymiyyə rahmehullah, İbn Teymiyyə və o ki, İbn Teymiyyədir, hansısa bir məsələni başa düşməyəndə gedirdi səcdəyə, ağlayırdı, yalvarırdı ki, ya Rabbi, məni başa sal. Məni başa sal, məni öyrət, məni başa sal. Allahümmə fəhhimni. Allahım məni başa sal. Allahım məni başa sal.
Görürsən, bilmədiyimiz bir məsələ olanda biz dirənirik üstündə. Ki, bəs belə. Allah Subhanahu ilk öncə istər ki, səni başa salsın. Başa düşməyi Allahdan istər. Çünki hər adam başa düşə bilməz. Allahın istədiyi şəxslərdən başqa kimə fəhim, başa düşmək Allah Subhanahu istədiyinə verir. Görürsən, 10 nəfər oturur, danışırsan, 2 nəfər başa düşür. Nə deyirsən, o 2 nəfər başa düşür. Və yaxud da danışan insan öz sözün bəlkə də başa düşmür. Danışdığı insan onun dediyi sözü ondan daha yaxşı başa düşür. Muhammed s.ə.v deyir ki, hədisləri çatdırın, ola bilsin ki, çatdırandan daha yaxşı başa düşər. Osman çatdırır, ola bilsin ki, Şahin ondan daha yaxşı başa düşür. Bu hədisin içərisində belə faydalar var imiş. Muhammed s.ə.v deyir ki, hədisləri çatdırın, ola bilsin ki, çatdırandan, danışandan daha yaxşı başa düşür. Onun üçün fəhim Allahdandır, elm Allahdandır. Allahdan həmişə istəmək lazımdır ki, ya Rabbi, məni İslamda başa düşən et. Muhammed s.ə.v İbn Abbas radiyallahu anh üçün dua edəndə nə dedi? Allahümmə allimhu tə'vil, Allahım ona təfsiri öyrət və fəqqihhu fiddin və onu dində başa düşən elə. Çünki başa düşmək mühüm məsələdir. Allahım ona təfsiri öyrət. Təsəvvür edə, təfsiri bilən adam başa düşməz. Və fəqqihhu fiddin və onu dində fəqih et. Yəni başa düşən et, anlayan et. Və onun üçün şeyx deyir ki, bu da Allah Subhanahu taalanın öyrətməsi ilə və başa salması ilə olur. Və bunu bildikdən sonra deyir, biz deyirik ki, İnnallaha Subhanahu və Teala xalaqal cinnə vəl insə li hikmətin azimə. Bu şeyləri ilk öncə hikmətin olmasını, Allahın bilən və hikmətli olmasını və heç bir şeyi nə bilmədən, nə də hikmətsiz etmədiyini bildiyimizdən sonra deyir, bilirik ki, deyir Allah Subhanahu wa Taala insanları, cinləri və insanları böyük, əzəmətli bir məqsəd üçün yaratmışdır. Və hiyə ibadətuhu təbaraka və taala. Və bu da yalnız Allah Subhanahu wa Taalaya ibadət etməkdir. Ən böyük məqsəd, ən əzəmətli məqsəd Allahın qullarının yaratmasından məqsəd nədir? Yalnız ona ibadət etsinlər. Allah Subhanahu wa Taala belə buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Əz-Zariyat surəsinin 56-cı ayəsində Allah Subhanahu wa Taala deyir ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni öz ibadətlərində məni təkləşdirsinlər deyə yaratdım. Məqsəd insanların yaranmasından yalnız o oldu ki, tək şirksiz, şəriksiz, şəksiz, şübhəsiz Allah Subhanahu Taalaya ibadət etsinlər. Və digər ayədə Allah Subhanahu Taala buyurur ki, "Əfəhəsibtum ennəmə xalaqnakum abəsə?" Siz elə hesab etdiniz ki, biz sizi boşu-boşundan yaratmışıq. Yəni, auzubillah, bu, iman etməyən, düşüncəsi olmayan, dəli olan, ağlı başında olmayan bir insanların düşüncəsi ola bilər ki, sən boşu-boşundan yaranmışsan, hələ belə yaranmışsan. Və Allah Subhanahu soruşur, "Əfəhəsibtum ennəmə xalaqnakum abəsə?" Elə zənn elədiniz ki, deyir, biz sizi boşu-boşundan yaratmışıq. "Və ennəkum eleynə la turcaun." Və siz bizə qayıtmayacaqsınız, deyir. Elə bildiniz, yaranmışsan, hələ belə yedin, üçdün, evləndin, qocaldın və öldün. Sonra elə bildin ki, bizə qayıtmayasan, elədiklərindən soruşulmayasan, dediklərindən, törətdiklərindən soruşulmayasan, baxdıqlarından, qəlbin döyüntüsündən, dilin yalanından, qulağın qeybəti eşitməsindən, ayaqların pisliyə getməsindən soruşulmayasan, necə ki, o sələflərdən birinin keçən dərsimizdə xəstəlik babında oxuduq deyəsən, xəstəlikdən faydalardan. Ayağına xəstəlik düşür, ayağı çürüyür və onun kəsilməsi lazım olur. Və o öz ayağına baxır, Allah Subhanahu Taala'nın ona vermiş olduğu qədərə razılığından deyir ki, Allahım, sən bir şeyi verənlərin, nəyisə verənlərin ən gözəlisən. 4'ün vermişdin, 4 dənə əza vermişdin mənə. Birini aldın, 3'ü qaldı məndə. 2 ayaq, 2 qol vermişdin, bir ayağımı aldın. 3 dənəsi qalıb məndə. Allahu Ekber. 7 övlad vermişdin mənə. Birini aldın, 6'sı qalır. Allahu Ekber. 7 verib birini alır Allah Subhanahu Taala. 4 verib birini alır Allah Subhanahu Taala. Sonra teştin içərisində kəsilmiş ayağına baxır və ayağına işarə edərək belə deyir: "Vallahi and olsun Allaha ki, mən səninlə bir dəfə də olsun Allaha asiliyə getməmişəm. Bir dəfə də olsun səninlə Allaha asi olan yerlərə getməmişəm." Və elə bilirsən Allaha qayıtmayasan, ayağın getdiyin yerlərdən soruşulmayacaq. Qiyamətə bu şeylərlə, bu əzalarla, bu bədənlə gəlməyəsən Allahın qarşısına. Elə bildin ki, boşu-boşundan yaranmasan, danışdıqlarından, baxdıqlarından, eşitdiklərindən, dediklərindən, fikirləşdiklərindən, qəlbində tutub
apardıqlarından, əli ilə yerinə yetirdiklərindən, ayağı ilə getdiklərindən soruşulmayasa nə bildin? Vallahi hamısından birər soruşulasan. İnsanın dili, nəfsi o qədər pisdir ki, qiyamət günü Allahın qarşısında olanda belə yalan danışmaq istəyəcək. Və Allah Subhanahu onun ağzını möhürləyəcək ki, danışmasın, danışa bilməsin. Alnı şahidlik eləyəcək, əlləri şahidlik eləyəcək, dərisi şahidlik eləyəcək, ayaqları şahidlik eləyəcək. Və o şahidlikdən çıxandan sonra dil əldən, ayaqdan soruşacaq. Niyə bizim əleyhimizə deyəcək şahidlik elədin? Mən siz üçün münaqişə edirdim ki, yanmayasınız deyəcək. Dilə bax, Allahu Akbar. Sizə görə deyir, mən orada deyir, yalan danışırdım ki, yanmayasınız Allahın qarşısında. Görün də insanın əgər bədəni bu dünyada şər olubsa, əl neydən danışacaq? Göz neydən danışacaq? Dil neydən danışacaq? Bir dəfə Allah Subhanahu dəvət eləmədi, Allahdan danışmadı. Lap elmi yoxdur, savadı yoxdur. Ən azından qeybət eləmədi, yalan danışmadı, fitnə törətmədi, fitnə yaymadı. Ən azından bunları eləmədi. Ən azından qeybət olunan məclisdə oturmadı, qulaq asmadı. Qulaqlar neydən danışacaq ki? Qeybətə qulaq astı, musiqiyə qulaq astı, dil yalan danışdı, ayaqlar getdi. Nəydən? Necə ki, keçən dərsimizdə o hurilərdən keçdiyimiz dərsdə dedik ki, Əbu Hureyra radiyallahu anh deyir ki, cənnətdə bir huri var. Onun ətrafında 70.000 huri var. O gedəndə onunla gedərlər. O gələndə onunla gələrlər. Onların hamısı həmin bu huri gözəlliyindədir. O huri belə deyər. Hanı yaxşılıqları əmr edənlər, yəni mən onlar üçünəm. Hanı pisliklərdən çəkindirənlər, yəni mən onlar üçünəm. Təsəvvür elə, əgər səndə əksdirsə, səni huri gözləyir, yoxsa zəbanilər gözləyir. Hansı gözləyir? Hanı pisliyi əmr edənlər, hə? Hanı yaxşılıqdan çəkindirənlər, fitnə törədənlər? Hanı olar? Bu huri onu istəmir. Bu huri istəyir ki, yaxşılıqları əmr eləyənlər gəlsin. Pisliklərdən çəkindirənlər gəlsin. Yaxşılığı əmr eləyib, pislikdən çəkindirməyin ən başı insanın özünün özünə yaxşılığı əmr eləməsi, özünün özünü pislikdən çəkindirməsidir. Bundan böyüyü yoxdur. Bundan böyüyü yoxdur. Mən kiminsə səfin, kiminsə düzün düzəlməkdənsə, özüm də batıramsa, nə fayda verəcək ki mənə? Necə ki, deyilir ki, cəhənnəmə atılanlardan biri olacaq. Elə atılacaq ki, bağırsaqları dağılıb töküləcək və orada olandan soruşacaq. Sən bura nöş düşdün? Sən ki, dünyada olarkən bizə yaxşılıqları əmr edirdin, pislikdən çəkindirirdin. Bu deyib, ona deyib ki, sən belə elə, bunu belə elə. Deyəcək ki, mən sizə deyirdim, özüm eləmirdim. Subhanallah. Yaxşılıqları əmr eləməyin ən üstünü insanın özünün özünə yaxşılığı əmr eləməsidir ki, dayan, danışma. Nə vacibdir sənə bunu demək? Çünki sorğu olunasın, ağzından çıxan hər sözdən soruşulasın. Hər sözdən. Hətta İmam Əhməd, Allah ona rəhmət eləsin, şiddətli xəstəliyi zamanı gəlirlər yanına. Ağrıyan adam neynir? Bir dəfə də olsun, sözü ağzından çıxmır. Yanına gəlib gedəndə görür ki, bu dəhşətli dərəcədə xəstələnib axı. Dəhşətli dərəcədə ölüm xəstəliyindədir. O halda belə bir dəfə də olsun eləməyib. Və soruşurlar ki, ey imam, niyə uf eləmirsən? Deyir ki, onların hamısı dəftərə yazılır. Hamısı yazılır. Çünki Quran-Kərimdə Osmata deyir axı, elə bir kəlmə yoxdur ki, o desin, onu çiyində olan mələklər yazmasın. Dediyin hər şey, yaxşı, pis, ağzından nə çıxır, hamısı yazılır. Deyir, qiyamət günü o ahı, ufu neyniyəcəm mən? Neyniyəcəm mən? Açıldı dəftərlərim, Allah xəstəlik vermişdi, xəstəliyin qabağında yazılıb, uf, neyniyəcəm deyir mən onları. Neyniyəcəm də? Ya yaxşı danışaram, ya yaxşı söyləyərəm, ya Allahı zikr edərəm. Eyyub aleyhissalam 17 il xəstə olur. 17 il bədəni çörüyür, əti tökülür. Bir ürəyi qalır, bir ürəyi, bir də dili. Və Allah Subhanahu dua eləmiş ki, ya Rabbi, dilimlə qəlbimə dəymə. Bir dəfə də olsun eləməmişdi, uf eləməmişdi. Allah Subhanahu ki, biz onu səbirdən tapdıq deyir. Nə gözəl quldur o. Allah onu tərifləyir, deyir, nə gözəldir. Və sən Allah yanında gözəl quldur deyiləcəksənmi, qardaş? Yəni, sən deyəndə mən özümə də deyirəm, qardaşlar. Yəni, müraciət yerində olduğum üçün sən deyiləcəksənmi, deyilməyəcəksən. Nə gözəl dillidir bu. Bir dəfə də uf eləmədi. Uf o tərəfə dursun xəstəlikdən. Qeybət elədi, yalan danışdı, böhtan atdı, şər atdı, nə bilim, nə elədi, fitnə yaydı, fitnədən danışdı. Allahı xatırlamaq əvəzinə adamdan danışdı, adamdan elədi. Allahdan danışmaq əvəzinə, Allahın azını ucaldmaq əvəzinə
Boş-boş şeylərdən danışdı. Yoxsa insan elə zənn edir ki, başlı başına mı buraxılacaq? Alimlər deyirlər ki, başlı başdan buraxılacaq. Yəni, haqq hesab olunmayacaqmı? Elə düşünür ki, hesaba çəkilməyəcək. Və bundan başqa neçə ayələr var ki, dəlalət edir ki, Allah subhanahu wa ta'ala öz yaratdıqları cinləri və insanları böyük məqsədlər üçün yaratmışdır. Böyük məqsədlər üçün yaratmışdır. Deməli, neçə ayələr var ki, göstərir ki, Allah subhanahu wa ta'ala cinləri və insanları yalnız böyük məqsədlər üçün xəlq etmişdir. Yəni, boşu-boşundan Allah subhanahu wa ta'ala heç bir şey etməyib. Necə ki, dediyimiz kimi, Allahın qullarını yaratmaqda məqsədi böyük və əzəmətli bir şeylər üçündür. Və şeyx buyurdu ki, ilk öncə Allah subhanahu wa ta'ala insanın ən birinci bilməsi lazım olan şey odur ki, Allah alimdir, yəni biləndir və həmçinin hikmətlidir, həkimdir. Neyi vacib edibsə, Allah bilir nə üçün vacib edib və hansı hikmətə görə vacib edib. Nəyi qadağan edirsə, Allah bilir nə üçün qadağan edib, haram edib və hansı hikmətə görə və Allah icazəli edibsə, bilir ki, hansı şeyə görə Allah subhanahu ta'ala bunu icazəli edib. Və ibadət, dedik ki, Allah subhanahu ta'ala ən böyük məqsəd olan insanı ibadət üçün yaradıb. İbadət də insanın, qulun Allahın qarşısında özünün aciz olmasını, rəzil olmasını, aşağı olmasını göstərməsidir. Kamil və tam məhəbbətlə. Ola bilsin ki, insan kimdənsə qorxar, kimsə səndən güclüdür, sənə qalib gəlir. Sən onun qabağında alçalmısan, rəzilsən, amma onu sevmirsən. Lakin insanın və qulun Allahın qarşısında ibadətin tamlığının deməli, sifətindən və vəsfinnəndir ki, tam insanın alçalması ilə yanaşı, Allahdan qorxması ilə yanaşı, çünki əksər halda insan qorxduğunu sevmir. İnsan qorxduğunu sevmir. Ya sevdiyindən qorxmur, çünki əminsən, ya da qorxduğunu sevmir. Amma Allahla bu beləncə deyil, əxilər. Yəni qulluq vəzifəsindən odur ki, Allaha qarşı tam qorxu ilə tam məhəbbət bir yerdə olacaq. Tam bir şəkildə bunlar olmalıdır. Allahın qarşısında alçalma və rəzillik onunla yanaşı, çünki sən alçaldıqca ucalacaqsan. Elə bir şəxs, elə bir kəs yoxdur ki, onun qarşısında alçalasan və ucalasan. Elə bir şey yoxdur. İnsanın qabağında kim ki sənə diz çöktürəcək, sən ancaq rəzil olasın. Yalnız Allah subhanahu başqa. Allahın qarşısında alçaldıqca ucalarsan. Çünki sən alçalanda ucanın kim olduğunu deyirsən. Sən səcdədə olanda nə deyirsən? Subhanə Rabbiyəl ə'lə. Nöqsansız olan uca Rəbbim. Ucanın qarşısında əyilirsən və qiyamət günü uca səni ucaldacaq. Aydındır? Sən buna ucalırsan. Lakin səcdə eləməyən, təkəbbürlü eləyən, özünə ibadəti sığışdırmayanlar cəhənnəmə rəzil olduqları halda girəcəklər, alçalacaqlar. Sanki onlar alçalmaq istəmirdilər, düzdür? Lakin Allah onları qiyamət günü alçaldacaq. Bu dünyada Allahın qabağında sevgi ilə, məhəbbətlə və ondan qorxaraq, yəni biz bəzi azğın tayfalar kimi, sufilər kimi demirik ki, yəni Allah subhanətələrini sevərək ibadətləmək lazımdır, qorxmaq lazım deyil. Bu bidətdir, yəni İslamda olmayan, sələfdə olmayan, sahabədə olmayan bir şeydir. Allah subhanətələ özü deyir, وَلَا تَخَافُوهُمْ وَخَافُونَ Onlardan qorxmayın, məndən qorxun deyir. Deyir, qorxun məndən. Deyir, yox, Allahdan qorxmaq lazımdır. Allahu akbar. Bəs Allah subhanətələ əmr edir mənə ki, qorx. İnnəmə yaxşallahə min ibadihil uləmə. Allahdan layiqincə alimlər qorxar deyir. Onda bunlar nə qorxublar? Lakin biz deyirik ki, ikisi birində olmalıdır. Bu, quşun qanadlarına bənzəyəcək. Əgər quşun iki qanadı olmasa həlak olacaq. Qorxu olub, sevgi olmasa, sanki quşun bir qanadı var, yaralıdır, düşüb yerə. Onu yırtıcı heyvanlar, itlər, pişiklər parçalayacaqlar, yiyəcəklər. Quş uçub gedə bilməyəcək. Və yaxud məhəbbət varsa, qorxu yoxdursa, yenə də quş uça bilməyəcək. Və insanın üzərinə düşmüş olduğu ən vəhşi heyvan da şeytandır. Əgər bunlardan biri olsa, onu azdıracaq və parçalayacaq. Qorxu verəcək, ümid verəcək. Qorxu və ümid İkisi birində olmalıdır. Sevgi və insanın Allahın qarşısında alçalması və rəzil olması bir olmalıdır. Və Allahın əmr etdiklərini əzəmətli tutmalıdır. Və etdiyi halda da onların bu ibadətin əzəmətliyini və ibadət olunanın əzəmətini və üstünlüyünü bilməlidir. Ki, kimə ibadət edirsən? Kimə ibadət edirsən? Və həmçinin qadağalarından tam bir şəkildə çəkinməlidir. Əmrləri bacardıqca yerinə yetirməlidir.
Qadağalardan isə deməli tam bir şəkildə çəkinməlidir. Çünki əmrlər elə bir şeydir ki, sənə et əmri verilir. Et elə olanda sən bundan bacardığı eləməlisən. Aydındır? Amma sənə deyilir ki, eləmə, heç nə eləmə. Onda sən tam bir şəkildə çəkinməlisən. Bu sanki bir şeyə bənzəyir. Girmirsən bir zala, sport zala deyək, idman zalına girmirsən. Sənə deyilir idman elə. Sən orada gücün 10 kiloya çatırsa 10 kilo qaldıracaqsan. 500 kilo qaldırmayasın. Sənə elə deyilib, sən bacardığı eləyirsən. Və sanki sən girmirsən bir zala. Orada hamısı 10 tondur daşları. Sənə deyilir ki, heç nə eləmə. Eləməmək çətindir, yoxsa eləmək? Eləmək çətindir. Yəni, eləməmək, sən deyilir, araq içmə. İçmə. Bu çətin deyil. Eləməmək asandır, daha asandır. Nəinki eləməkdənsə. Hər səhər, tezdəndən ta şaya qədər. 5 vaxt namaz qıl. Bu çətindir. Haramları tərk eləmək asandır. Onun üçün asandı bütünlükdə tərk edirsən. Necə ki, Muhammed s.ə.v deyir ki, Mə əmərtukum bihi fə'tu minhu məstəta'tum. Sizə nəyi ki, əmr eləmişəm, onu bacardığınız qədər eləyin. Nəyi ki, qadağan eləmişəm, ondan bütünlüklə çəkinin. Bütünlüklə çəkinin. Və həmçinin bu əmrləri yerinə yetirmək və qadağalardan çəkinmək Allah subhanahu wa ta'alanın bizə əmr etdiyi şəkildə olmalıdır. Necə ki, Allah əmr eləyib bu ibadətlərin olunmasını və qadağalardan çəkinməsini sən də eyni şəkildə eləyəcəksən. Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ هُنَفَةً. Onlara yalnız Allaha ixlasla, dini Allaha aid edərək ibadət eləmələri əmr olunmuşdur. Bundan başqası əmr olunmayıb. Yəni, xalis, hənif şəkildə, tam şəkildə, təvhidlə, imanla, inancla, Allahın və Rasulunun əmr elədiyi və qadağalarından çəkinmək şəklində yaşayarsan, necə gəlibsə, elə də eləyəcəksən. Və bu da insanların və cinlərin və insanların yaradılmasından hikmətdir. Hikmətdir ki, Allah subhanahu bizi bu şey üçün yaradıb. Və kim ki, Allah subhanahu qarşı çıxaraq ibadətdən üz çevirərsə və təkəbbürlü elərsə, o bu hikmətə Allah subhanahu qullarını yaratmaqda olan hikmətinə qarşı çıxmış olur və hansı ki, Allah subhanahu insanları və cinləri yalnız bu hikmət üçün, yəni özünə ibadət üçün yaratmışdır. Və həmçinin həmin insan dili ilə deməsə də, etiraf etməsə də, lakin öz əməlləri ilə ibadətə təkəbbürlük etməsi ilə onu demiş olur ki, sanki Allah subhanahu ta'ala bütün məxluqatı və qulları boşu-boşundan yaradıb və onların heç biri də Allaha qayıtmayacaqlar. Yəni, 5 günlük dünya, ye, iç, kəf elə və öl. Bu demiş olur ki, Allah subhanahu ta'ala heç bir hikmət olmadan insanları yaradıb, Allah subhanahu ta'ala sanki bilmədən insanları yaradıb və əbəs yerə yaradıb demiş olur. Bunu dilinə gətirməsə belə. Lakin bu yalnız onun xəstə olmasının, təkəbbürlü olmasının və Rəbbinə itaat etməsindən, qırağa çıxmasının bariz nümunəsindəndir və başqa bir şey deyil. Birinci sual və birinci cavab bu qədər. Gələn dərsimizdə şeyxin mələklər haqqında, mələklər və onlar haqqında məlumat olacaq. Mələklərin sayı, ədədi, nədən yaranılıb, nə üçün yaranılıb, onlardan məqsəd və necə inanırıq. Yəni, bütünlükdə iman, xas iman, hansıların adları gəlib, onlara iman, tək-tək ayrılıqda Şeyx İbn Teymiyyə Rəhməhullahın Fiqhul İbadət adlandırılan deməli müzəkkirədən Allahın izindən onu oxuyacaq. Dərsimiz bu qədərlər. Və sallallahu aleyhi və səlləm Muhammed və alihi və səhbə əcməin.